Sağlam olsun herkese. Bugün sizlerle hendeseye ait birebir numaralı meselenin her aynısına bakacağız. Deməli, verilib 3 bira ABC. 3 bira ABC bərabərində AB bərabərdir, BC o da bərabərdir 11 cm. Yəni bu yan tərəflər 11'dir. Bir de 3 bira ABC'nin daxilində verilib 3 bira AD'ye, yəni oturacağına D nöqtələri qeyd olunub və təpə nöqtəsi birləşdirilib. Burada deməli BC tərəfində alınan əmələ gələn BD, DY və YC bir-birinə bərabərdir. YC bir-birinə bərabərdir. Və həm də bu üç bucağın daxilində olan bu kiçik üç bucaq ki var, ADY üç bucağı. Bu ADY üç bucağı ADY üç bucağı bərabər yanında, yəni AD ilə AD bərabərdir AY'yə, bu da bərabər neçə 7'yə, yəni bu tərəflərin nəticəyi 7'dir. Bizdə bu sarı yəni rəqləmi sarı üç bucağın sahəsini işləyir. Yəni soruşur bizdən S üç bucaq ADY'ni soruşur bizdən. İndi deməli burada üç bucaq ABY'də, üç bucaq ADY'də. Yəni bərabər yanlı olduğu üçün, yəni hər iki üç bucaq. Biz bu üç bucağın təpə nöqtəsində hündürlük endirsək, yəni həmin bu hündürlük hər iki üç bucağın hündürlüyü sayılacaq. Hər iki üç bucağın hündürlüyü sayılacaq. Yəni həmin bu hündürlük, yəni hər iki üç bucağın hündürlüyü sayılacaq. Yəni biz bura K yazsaq. İndi bura BD DY'yə, DY də YC'yə bərabər olduğu üçün hesablamamız bizim üçün rahat olsun deyə biz hər aranı 2A-la qiymətləndirsək. O DY'yi 2A, bura düşür A. Bura düşür A. Çünki bərabər yanlış sırada təpədən çəkilmiş hündürlük həm tənbölən, həm də nədir medianda. Bura düşür 2A. İndi biz burada 3 bucaq AKC'ye baxsaq, AKC'dən 3 bucaq AKC'dən deməli burada AK və KC karetlərdir. AC nədir? Hipotenuzudur. Çünki bizim AKC bucağı nədir? Düzbucaqlı bucaq. AK'nın kvadratı bərabər neçəyə? AC'nin kvadratı çıxılsın KC'nin kvadratı. AK'nın kvadratı bərabər. AC'nin kvadratı neçədir? AC'nin qiyməti verilib bizə 11. 11'in kvadratı, yəni 121 çıxılsın KC'nin kvadratı. Burada A'dır, burada 2A olur. 3A'nın kvadratı bilir 9A kvadratı. İndi biz 3 bucaq AKY'yə baxsaq, AKY'də 3 bucaq AKY'də. Bu 3 bucaq AKY'də də həmçinin AK tərəfi həm hündürlüyü, həm tənbölən olduğundan burada da AK'nın kvadratı bərabər olur neçəyə? AK'nın kvadratı bərabər olur AY'nin kvadratı çıxılsın deməli KY'nin kvadratı. Burada AK'nın kvadratı bərabər olur. AY'nin qiyməti verilib bizə şərtdə 7'ye. 7'nin kvadratı ilə 49 çıxılsın. KY'nin də qiyməti biz deməli A düşür. A'nın da kvadratı ilə A'nın kvadratı. İndi bizdə burada hər iki üç bucaqın AK eyni olduğu üçün yəni bunların sağ tərəflərini bərabərləşdirə bilərik. AK burada da eynidir, burada da yəni ki eynidir, yəni ortaqdır.
Ona göre de biz burada 121 çıxılsın 9A'nın kvadratını beraber eləyə bilərik neçəyə? 49 çıxılsın A'nın kvadratını. İndi biz burada elə ki A'ları bir tərəfə, ədədləri bir tərəfə yığsaq, olur -9 A'nın kvadratı üstə gəlir A'nın kvadratı. O da bərabərdir. 49 çıxılsın 121. -9'un üstünə A kvadratı yeni eləyir -8 A'nın kvadratı. 49'dan da 121 çıxanda eləyir necə? -72. A'nın kvadratı bərabərdir. A'nın kvadratı bərabərdir. 72. -72 bölünsün -8 eləyir necə? -9. Deməli A da bərabər olur 3'ə. Deməli bizim burada A'mız oldu 3. Yəni burada 3 oldu. Burada 3. İndi burada 3 bucağın sahəsi nəyə bərabər? 3 bucaq A, D'ye bərabər olacağını şeyə. Demək D'ye bərabərdir. D'ye vurulsun AK. AK bölünsün 2'ye. Bizdə demək D'ye'nin qiyməti var. Demək D'ye bərabər neçəyə? Demək D'ye'nin qiyməti oldu. Bura 3, bura 3 oldu 6. 6 vurulsun AK bölünsün 2. Bizə lazımdır AK'nın qiyməti. İndi AK'nın da qiymətini biz buradan belə tapaq. 3 bucaq AK'yə bax. Bax bu 3 bucaqda AK'yə. AK'nın kvadratı bərabərdir. AY'nin kvadratı çıxılsın KY'nin kvadratı. AY'nin qiyməti bizdə 7'dir. 7'nin kvadratı eləyir 49. Demək KY'nin kvadratı eləyir. KY'nin bir satı 3. 3'ün kvadratı eləyir 9. 49'dan 9 çıxanda elədi 40. AK bərabər olacaq. AK bərabər kök altında 40. Demək kök altında 40'dan çıxır neçə? 2 kök altında 10. İndi biz gətirib burada. Bu hissəni silsək. Biz deyik ki burada 3 bucaq AD'nin sahəsi necə olacaq? S 3 bucaq AD'ye deməli bərabər tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün yarısı. Yəni biz burada D'ye demişdik. D'ye vurulsun AK bölünsün 2. Biz D'ye'nin qiymətini tapdıq 6. 6 vurulsun. AK'nın da qiyməti 2 kök altında 10. 6 vurulsun 2 kök altında 10. Bölünsün 2. Burada 2'lər gedər ixtisar. S 3 bucağı AD'ye bərabər olur neçəyə? 6 kök altında 10'a. Deməli tapdıq ki 3 bucaq AD'nin, yəni sarı rənglə rənglənmiş 3 bucağın sahəsi neçəyə bərabərdir? 6 kök altında 10'a. Bununla da məsələnin nə olduğu həll olunmuş oldu. 6 kök altında 10.